Hər kəsə salam uşaqlar, kanalıma xoş gəlmisiniz. Mənim adım Gülnisədir. Bu mənim kanalımın hardasa 3-cü videosudur səhv eləmirəmsə və bu videoda özümün də tərkibində, hətta idarə heyətinin tərkibində olduğum Adensu Tərəqqi klubunun hər il keçirdiyi, deməli, məhkəmə simulyasiyası oyununu sizə vloqlamaq istəyirəm. Ancaq vloqa keçməzdən əvvəl biraz oyunun mahiyyətindən danışmaq istəyirəm. Deməli, məhkəmə simulyasiyası oyunu ondan ibarətdir ki, bir nəfər, yəni bizim idarə heyətindən bir nəfər bir case yazır. Bu casedə bir nəfər adam ölür. Bir cinayət nəticəsində 2 ədəd şübhəli olur. Bu şübhəli o ölən özü də ola bilər, intihar məzmunu, yəni başqa 2 nəfər də ola bilər və 2 şübhəliyə aid həm ittiham, həm də müdafiə edə biləcəyimiz faktlar olur. Ancaq əsas mahiyyət ondan ibarətdir ki, əslində oyunda real bir qatil yoxdur və real bir cinayət də yoxdur. Oyunun məğzi ondan ibarətdir ki, 2 komanda olur və 2 komandadan biri birinci şübhəlini müdafiə edir, ikincini ittiham edir. Digər tərəfdə ikincini müdafiə edir, birincini ittiham edir və кейsə uyğun əslində hər 2 komanda, hər 2 şübhəliyə aid həm ittiham, həm də müdafiə faktları hazırlamalıdır. O faktlara əsasən öz keyslərini yazmalıdır. Çünki oyunda hansı komandanın, hansı şəxsi müdafiə ittiham edəcəyi tamamilə random şəkildə seçilir. Yəni sənin həm birinci, həm də ikinci şübhəliyə aid həm müdafiə, həm ittiham faktların olmalıdır. Və dediyimiz kimi oyunda real bir qatil yoxdur əslində. Kim öz müdafiə etdiyi tərəfi daha yaxşı müdafiə edirsə və qarşı tərəfi, ikinci şübhəlini daha yaxşı ittiham edirsə və hakimləri daha yaxşı inandırmağı bacarırsa, o tərəf qazanır. Eyni zamanda oyunda hər 2 komandada həm birinci vəkil, həm də ikinci vəkil var. Biz birinci vəkillərə əsasən A1 və B1 vəkili deyirik. İkinci vəkillər isə A2 və B2 vəkilləridir. Oyunun strukturu bundan ibarətdir ki, oyunda birinci A1 vəkili çıxış edir, öz tərəfinin keysini oxuyur. Daha sonra digər komandanın B2 vəkili çıxır və A1 vəkilinə bəzi sual-cavablar verir, manipulyasiya məqsədli, onları çaşdırmaq məqsədli və onları ikiləmdə qoymaq məqsədli. Daha sonra isə ikinci komandanın B1 vəkili çıxış edir. 2000 years later. O da yenə öz keyslərini oxuyurlar. Daha sonra da birinci komandanın A2 vəkili çıxış edərək ikinci komandanın B1 vəkilinə sual-cavablar edir. Yenə eyni şəkildə manipulyasiya və çaşdırma məqsədli. Daha sonra isə ikinci vəkillərə, yəni A2 və B2 vəkillərinə son çıxış üçün şans verilir. Bunu edə bilərsən, etməyə də bilərsən, ancaq etsən bu sənə böyük bir şans qazandırır oyunu udmağınız üçün. Belə ki, həmin çıxışda da qarşı tərəfdən tapdığın məntiqsizliklər və öz mövqeyini müdafiə edə biləcəyin daha yaxşı faktları səsləndirirsən və ən axırda da hakim qazanan tərəfi seçir və oyunumuz 2 turdan ibarət olur. Birinci tur 6-cı gün, ikinci tur isə bazar günü gerçəkləşir və belə. Yəni oyunumuzun əsas məqsədi budur. Və mən birinci dəfə oktyabr ayında oynamışdım. 2025-in oktyabr ayında və o zamanlarda düzünü desəm biraz həyecanlı və hətta biraz da qorxurdum ki, çünki mən birinci vəkil idim öz komandamda və qarşı tərəfdən gələn manipulyasiya edici suallara birdən məntiqli cavab verə bilmərəm və s. deyə qorxurdum. Ancaq sonra gördüm ki, belə qorxular yersiz imiş. Çünki əgər siz də və müdafiə və yaxud ittiham bacarıqlarınızı inkişaf etdirmək istəyirsinizsə, bizim simulyasiya oyunumuz həqiqətən də çox necə deyim, usefuldur. Və indi özüm oktyabr ayında birinci məhkəmə oyununda iştirak etdim. Daha doğrusu 3-cü məhkəmə oyunuydu ümumiyyətlə. Və orada kluba üzv olaraq seçildim. Daha sonra da yanvar, fevral aylarında klubun İH, yəni idarə heyəti qeydiyyatına qoşuldum və ondan sonra MKT PR departamentinin meneceri olaraq seçildim. Belə, indi gəlin videomuza keçək. Uşaqlar, oyunumuz haqqında kiçik bir məlumat verdiyimizə görə indi oyunun hazırlama prosesinə keçirik. Deməli, indi 3-cü gündür və bundan 3 gün sonra bizim turnirimizin artıq birinci hissəsi baş tutacaq. Və mən də indi öz komandamın birinci vəkili olaraq arxada gördüyünüz kimi keysimi yazmağa çalışıram və bəzi argumentlərimi inkişaf etdirməyə çalışıram. Gəlin baxaq. Deməli dostlar, burada gördüyünüz kimi bu bizim komandanın yazdığı keysdir və mən burada keysdəki bəzi məntiqsizlikləri və yaxud uyğunsuzluqları düzəltməyə çalışıram indi. Eyni zamanda burada dəftərimdə əsas keyslə bağlı bəzi önəmli detallar qeyd etmişəm və bunların əsasında öz komandamızın keysini maksimum mükəmməl şəkildə hazırlamağa çalışıram. Bunlar mənim qeydlərimdir. İndi prosesə davam edək. Hər kəsə salam uşaqlar. Bugün 5-ci gündür. Gördüyünüz kimi universitetdəyəm və məşqə gəlmişik. Bugün bizim sonuncu məşq günümüzdür. Sabah isə 6-cı gündür və sabah artıq bizim turnirin deməli birinci hissəsi baş tutacaq. Ona görə indi son hazırlıqlarımızı eləyirik. Gəlin içəri gedək. Dostlar, indi məşq edilən oturuğa aparıram sizi və buradan qısa görüntülər göstərmək istəyirəm. Dostlar, indi uşaqlardan təəssüratlarını alacağım. Elədik, xəyallə sənin təəssüratları alaq.
Xəlil Məkəbəli çox maraqlı. Sabahda məhkəmə oyunu. Artıq təəssüf edirik. Komanda yoldaşı yanında qalib olacağımıza inanırıq. Sizin komanda adınız nə idi? Drago. Çox maraqlı gəlir. Riyadın ən sevdiyi oyuncağının adıdır. İndi bizim komandamızın məşqçisi Gülbaharın təəssüratlarını almaq istəyirik. Nə düşünürsən? Sağ olun dostlar. Düşünürəm ki, gülü saçım qəşəng, yəni kes yazıb. Belə komanda yoldaşda qulaq atsa çox yaxşı olur. Belə yaxşı olur. Əla. Seynarsan bizə. İnanıram hamısına təbii ki, onda mənim gönlüm birincisidir, ilk komandalarımdır, sevirəm hamısını. Təşəkkürlər. Dostlar, indi deməli məşqçilərimizdən biri, eyni zamanda idarə heyətimizin üzvü Fatimənin təəssüratlarını almaq istəyirik. Fatimə boşla. Biz 17 kadar hayatımdan ve 2 haftadır çok mutluyuz diye. Uşaqlara gözlemlerimi böyle sabahına karşıladılar. Belki sabah karşıladılar. Sabah yani en son pazar günü gitsek var. Her birisi uğrarım. Sağ ol. Dostlar, indi idarə heyətimizin üzvlərindən biri olan, eyni zamanda məşqçilərimizdən biri olan Muradın təəssüratlarını almaq istəyirik. Buyur Murad. Hamını salamlayıram. Mən təşkilat kadrlardır. İnsan dedik ki, təşkilat kadrlarında məşqçiyəm. Bizim üzümüzə məhkəmə gəlir. Çox gözəl bir məhkəməmiz gəlir. Məhkəmədə bütün idarə heyətini uğurlar arzulayıram. Bütün məşqçilərimdə uğurlar arzulayıram. Ümid edirəm ki, çox xoş anlar keçirərik. Udan fərqi yoxdur. Belə, sədr müavin verici olaraq mən sözlərim bu qədər. Çox sağ olun Murad. Belə bir mexanizm mümkündür. Buna texniki izahı var. Two 2,000 years later. Salam dostlar, bugün deməli nəhayət bizim turnir günümüzdür. Evdən çıxdım və universitetə gedirəm. Həm də bizim oyunun sənədlərini çıxarmaq lazımdır. Gedib onları həll edəcəm. Sırağı ki, gəldim çatdım. Başlayırıq. Dostlar, birinizdən açmaq istəyirəm. Hər zamanki klassik loqomuzdan iyi. 3 dənə də mənaya gəlir. Bunu hər şey açıqlığını göstərir. Bir hədiyyə eləmək istəyirik. Bu hədiyyələ oyunu açmamızı etdik. Bir səsə götür, bir səsə fərqini Dostlar, indi birinci deməli oyunu oynadıq. 2 oyun qalıb geriyə. İndi gəlmişik fasilə verəcəyik. Və mən də coffee break-i gözləyirəm və coffee break indi olmayacaq. Digər fasilədə olacaq. İndi sizə bir ortama göstərmək istəyirəm. Dostlar, indi iştirakçılarımızdan biri olan Rinatın təəssüratlarını almaq istəyirik. Rinat, birinci oyun oynadıq. Necə gedir? Kurtlar Vadisi'ndə belə bir söz var. Çox rahat, çox professional, rahat keçdi. Bundan əlavə olaraq mən keçən oyunun finalisti olaraq bu dəfə qalib olmaq üçün gəlmişəm. İnşallah da qalibiyyət bizimlə olacaq inşallah. Sağ ol Rinat. Bu da Gelmira. Dostlar, burada da iştirakçılarımız birinci oyundan çıxıblar. Uşaqlar, təəssüratlarınız necədir? Riyad. Xəyal sən? Normal. Uğurlar. Deməli dostlar, indi idarə heyətimizin menecerlərindən biri olan Sədr müavini menecer olaraq mən buradayım. Sədr müavinin meneceri olan Nərminin təəssüratlarını almaq istəyirik. Nərmin, Çox gözəl oyundu. Uşaqlar çox hidayətli uşaqlar idi. Çox bəyəndim ortamı falan. Çox belə sözü dediyimi dedim. Nəysə, çox xoşdur təəssüratlarım. Başqa nə demək olar bilmirəm. Bəyəndim oyunu da yəni. Yəqin ki, uduzduq amma indi bəyəndim. Təşəkkürlər Nərmin.
screenshotlarını alırıq dostlar. Babalar sözüm tutar. Zaten demişəm bu düzmə. YouTube vloga qoyuram, bunu danış. Necə? Vloga qoyuram bunu. Hə. Birinci oyun yaxşı keçdi. Vurmağı hədəfləmişdik. Birinci oyun məncə qalib gəlmişik. Hal-hazırda ikinci oyuna çıxmışıq. İkinci oyunda bu şəxs bəli. Dağındığını elədik. Dağıtdıq, döktük. Yəni prosta özümüzü. Amma yaxşı keçdi. Yəni bu da yaxşı keçdi. Çox qəşəng yarış oldu. Çox güclü rəqib idi. Təbii ki, mən də daha güclüyəm. Sağ ol Vagif. Çox danışıram. Bizi yaxşı. Deməli dostlar, indi ikinci turumuz bitdi. Artıq fasiləmizi də yekunlaşdırırıq. Yavaş-yavaş son tura, yəni üçüncü tura keçirik və üçüncü turdan sonra da artıq səhərki turnirin ikinci hissəsində keçən qaliblərimiz bəlli olacaq. Gəlin gedək. Bizim ətrafımızda olan dostlarımızdan bir də bizim ailəmizdən asılıdır. Və buna görə də hər birimiz Uşaqlar, turnirlər bitdi. İndi gözləmədəyik və nəticələrin açıqlanması üçün gözləyirik. Belə. Çok güzel oyunlar var. Səhvlərdə burada açıqlayacaq. İlk başlayaraq 6-cı ildə sabaha vəzifə qazanan komanda Kickballers. Bu 6-cı il. Invictus. Ah, sizsiniz. Bir də komanda Təbriklər. Sağ ol. Salam dostlar, hər vaxtınız xeyir. Bugün artıq bazar günüdür. Bizim turnirin sonuncu mərhələsi, yəni ikinci mərhələsinə çatırıq. Deməli bugün finalda hər şey bəlli olacaq və mən də final komandalarından biriyəm. Mən və mənim yoldaşım Səlim. İnşallah yaxşı olar, gedirik. Saçımı da slick braid eləmişəm. bir oyunlarda nahut olmayın. Hakimlər ən düzgün qərar verir. Güzel heyecanla akademiyanın arasında mən də varam. Mən 2 dənə burada heyecanlandım. Uşaqlar, deməli yarı final çiftliklərinin elanı oldu və təəssüf ki, bizim komanda burada uduzdu. Ancaq eybi yox, digər bütün komandalara uğurlar arzu edirəm və indi qalan turnirlərin gedişatını çəkəcəm sizə. Bıçakla edebilirdi, sonra da intihar edebilirdi. Ama burada görürük. En an müdafaa tarafı. Siz həyat yoldaşınızda uşağın iyi olursunuz. Hadisə yerində bu arada jimnastik başlar zamanı mən çıxıb danışırdım, uşaqlar görəsində düşünürəm, mən titrədim, həyəcanlandım, səhv söyləyəcəm. Burada səhv söz yoxdur da, nə istəyirsinizsə, o burada... Ondan geriye sayı açılır. 10, 9, 8,
Uşaqlar 2 günlük turnir bitdi. İndi uşaqların evimizə gedirik. İndi elə. Nice. Çox əla. Xoşuma gəldi. Çıxırıq. Uşaqlar və nəhayət turnirimiz yekunlaşdı və əvvəldən əslində çəkməli olduğumuz, dinləməli olduğumuz Zəhranın sözlərini biz indi dinləmə fürsəti tapmışıq. Ona görə Zəhra turnirimiz haqqındakı təəssüratları sədrimiz olaraq bölüş, zəhmət olmasa. Okay. Əvvəla bu yeni fikirlər gətirdiyi üçün MKT-mizin yeni icraçı komitəsinə təşəkkür edirəm, dilə təşəkkür edirəm. Hamı turnir gözləntilərini deyib səhv etmirəmsə, mən isə turnirdən sonraki təəssüratlarımı bölüşəcəm. Əslində gün məndən çəkəcəkdi turnir gözləntilər. Mən dedim yox çəkməyə, sonra çəkərik. Axırda turnir artıq keçibdi, üzərindən 4 gün keçibdi. Ancaq yorğunluğu uzata bilmişik, ancaq bütün icraçılarımızı bitirdik. Məncə turnir qəşəng keçdi. Əvvəla idarə heyətimiz doğrudan çox yaxşı çalışdı. İndiyənə kimi tərəqqinin tarixində 6-cı generasiyayıq, PS 6-cı generasiyayıq və ilk dəfədir ki, bu qədər az adam olur. Yəni normalda tərəqqidə həmişə 12, 13, 14 nəfər idarə heyəti olurdu. Bu səfər isə biz 8 nəfər idik. Çox yaxşı çalışdıq. Əvvəla Gülmirab, Gülbahar, Yavərə və sonra menecerlərimiz Gül, Fatimə, Nərmi və Murada təşəkkür edirəm. İştirakçılarımız çox yaxşı idilər. Qəşəng bir case yazılmışdı. Həmin case üzərində qəşəng də uşaqlar yazdılar. Düşünürəm ki, daha da yaxşı ola bilərdi. Case-dən qəşəng istifadə eləmədilər. Daha da yaxşı ola bilərdi, amma maraqlı keçdi məncə. Bunu hamı təsdiqləyər. Daha sonra qonaqlarımıza təşəkkür edirəm. Yalnız buraxmadıqları üçün Murad, Lamiyə və Sadiq. Məni ilk sədr olaraq turnirdə yalnız buraxmadıqları üçün, çünki mənim üçün çox yenilik idi. Ondan bundan əvvəl eventlərdə iştirakçı olmuşam, sədr müavini olmuşam, menecer olmuşam. İlk dəfə ki, sədr kimi fəaliyyət göstərirdim. Və yalnızda olmasa da daim bizlə olan Məmmədə təşəkkür edirəm, çünki full dönəm mənim yanımdaydı. Online turnir günü belə WhatsApp-dan neçə dəfə danışmışıq hamımız. Ona təşəkkür edirəm. Təşəkkürlər bu qədər idi. Məncə maraqlı keçdi və düşünürəm ki, yeniliklər çox oldu. Florence doğrudan da çiçəklənmə dövrünü yaşayır. Bahar da yeni gəlir və Florence da yeni gəlir. İlk turnirə baxmayaraq çox yenilik oldu. Məsələn, Reels'larınız olsun, vlogunuz olsun, sancaqlar olsun, yeni sessiyalar olsun. Bunlar hamısı yeniliklərdir. Və dediyim kimi, çiçəklənmə dövrü hələ indi başlayır. Aprel ayında çox daha böyük şeylər olacaq. Düşünürəm ki, tərəqqi adını çox daha böyüdəcəyik. Ona görə hamınıza təşəkkür edirəm. Ümid edirəm ki, bundan əvvəlki hissələrdə yaxşı izlədiniz, maraqlanları gördünüz. Belə, olmayan hamıya təşəkkür edirəm. Olmayanlar gələn turnirdə mütləq şəkildə iştirak edirsiniz, hamınızı görmək istəyirəm. Olanları da eyni şəkildə. Çox yaxşı uşaqları da tanıdıq məncə, çox maraqlı, çox gülməli. Onlar öz aralarında yeni dostluqlar edirdilər. Yəni 2-3 gün ərzində artıq mən fərqinə varıram ki, doğrudan da yeni dostluqlar var. Bu həftə full storylərdə uşaqları görmüşəm, tərəqqim. Biri birinci kurslu, biri ikinci, biri üçüncü. Bütün günü bir yerdədirlər. Bu məni çox mutlu edir. Çünki başardığımızı hiss edədiyimiz şeydir. Bizim digər sədrlərin də dediyi tək şey bu idi ki, nələr çəkdiyimizi, nələrsə nailiyyətlər qazandığımızı düşündüyümüz anlar elə bu anlar olur ki, uşaqların bir-biri ilə əylendikləri, görüşdükləri anlar, yeni dostluqlar qazandıqları və özlərini ifadə edə bildikləri anlar bizim üçün əvəz olunmazdır və mənim üçün şərəf olmaz, daha çox əvəz olmaz deyə düşünürəm. Çünki tərəqqi sizin seçdiyiniz ailəniz olmaq istəyir. Çox danışmaq istəyirəm, amma qısa kesmək istəyirəm. Təşəkkür edirəm. Çox sağ ol Zəhra, ən gözəl təəssüratlar sənin oldu. Çox sağ ol. Təşəkkürlər.